Sosial şəbəkələrdə istismar olunan mövzulardan biri də qorxulardır. Belə bir fikir formalaşdırmağa çalışırlar ki, insan bütün qorxularının üzərinə getməlidir. Psixologiya belə bir fikri dəstəkləmir. Çalışın sizin duyğularınızdan kommersiya məqsədi ilə istifadə edən səhifələr, qrup, şəxslərə aldanmayasınız. İnsan yalnız o qorxusunun üzərinə getməlidir ki, o onun həyat keyfiyyətini aşağı salır. Gələcək arzu, hədəf və məqsədlərinə mane olur. Məsələn, mənim hər zaman suya qarşı bir qorxum var idi. Hətta peşəkar trenerlə hazırlaşmışam, üzgüçülüklə məşğul olmuşam. Bu yaxında hovuza girərkən gördüm ki, bu duyğu yenə də məndə var, məndən çıxmayıb və beynimdə düşündüm ki, yenidən üzgüçülüklə məşğul olmalıyam. Və bir anlıq oturdum, düşündüm. Mənim üzgüçülüklə bağlı hansısa hədəflərim varmı? Hovuza, dənizə girərkən bədənin müəyyən hissəsinə qədər suda olmaq mənim özümü xoş hiss etməyimə bəs edirsə, nəyə görə mən bu qorxunun üzərinə gedib psixikama əlavə təzyiq yaradım? Ona görə də mən bu qorxunu buraxdım. Siz də yalnız sizin hədəflərinizə mane olan qorxularınızla mübarizə aparmalısınız. Daxili dünyanızdan müğayət olun.